Mən təkin qüvvətin üzərinə bir gəlirik. Necə eləyəcəyik? Təkin qüvvətin Bəli, üzərinə bir təkin gəlirik. qüvvətin üzərində bir gələcək. Doğrudur. Tək natural bölənlərin sayını tapmaq üçün onun tək sadə vurğuları, onsuz yeganə cüt sadə ədədimiz 2 olduğu üçün bundan başqa, 2-dən başqa bütün sadə vuruqları, yəni tək sadə vuruqların qüvvətlərin üzərində biri gəlib vuracaq bir-birinə. Burada yalnız bu olduğu üçün 3 olduğu üçün 3-ün qüvvəti 3 deyil, 3 plus 1. Yəni yalnız tək sadə vuruqların qüvvətlərini toplayırıq. Bu da eləyəcək 4 dənə. İndi sonra keçək 3. Cüt natural bölənlərinin sayı. Siz bunu özünüz üçün uzun-uzun yazsanız yaxşıdır. Gedə Hər bir müəllim. sətri bu şəkildə uzun-uzun yazın ki, sonra sabah onu qarışdırmayasınız. Bunun İkinci açılışını sınıf yenə idi. edim. Cüt natural bölənlərinin sayı. Cüt natural bölənlərin sayını tapmaq üçün nə edərik? Ümumi, Cütsən. yəni hamısından, yəni birdən, burada 12-dən almadıq. 4 dənəsi təkdirsə, yerdə qalanlar cüt olacaqdır, düz deyil? Bəli. Bəli. Bütün natural bölənlərinin sayından götürüb tək natural bölənlərin sayını çıxırıq. 8 dənə cüt natural böləni var. Daha götürüb 2-nin qüvvətinin üstünə 1 gəlmirik ha. Yəni bundan iş bitmir sadəcə. Bütün natural bölənlərin sayından tək natural bölənlərin sayını çıxırıq. Bu da bizə verəcək cüt natural bölənlərinin sayı. Mən bir dənə nə idi? Birdən 3-ə qədər hamısını göstərəsiniz. Screenshot eləyirəm. Tamam. Buyur. Onsuz hələ yenə də ardını da yazırıq. Sağ olun. Sonra keçək 4-ə. 4-də nədir? Şagirdlərin daha çox çaşdığı nöqtələrdən biri. Yazılır mürəkkəb natural bölənlərinin sayı. Mürəkkəb natural bölənlərinin sayı. Mürəkkəb natural bölənlərin sayını tapmaq üçün necə eləyərik? Ümumi neçə də natural bölənimiz oldu? Bu qədər, düzdür? 12 dənə. Birinci götürərik, müxtəlif sadə vuruqların sayını çıxarıq. Neçə dənə müxtəlif sadə vuruqumuz var? Biri 2-dir, biri 3-dür. Üçdür. Düzdür? 2 dənəsi Bəli. buradan çıxdıq. Bir dənəsini də Bəli. çıxacağıq. Bəs bu bir dənə çıxdığımız nədir? Müəllim 3 ilə Natural 2-nin bölənlərin fərqi. sayı. Yox. Müəllim, məncə ekran görünmür axı. Natural bölənləri. 3 ilə Bax, 2-nin fərqi. mürəkkəb natural bölənləri. Mürəkkəb. Mürəkkəb natural bölənləri deyəndə iki dənə sadə vuruqumuz, müxtəlif sadə vuruqumuz olduğu üçün bu ikisini çıxdıq. 2 və 3-ü çıxdıq. Bir dənəsini də çıxacağıq birin özünü. Bir axı nə sadə, nə mürəkkəb deyildi. Düz deyil? Birə nə Bəli. sadə deyildi, nə də mürəkkəb. Bir də birin özünü çıxırıq. 2 dənə 1, bir dənə də 1. Qalacaq 9 dənə. Deməli 9 dənə mürəkkəb natural böləni vardır. Bu da birincisi. Bu da oldu daha doğrusu dördüncüsü. Aydındır hər kəsə. Yəni bu 2-ni niyə Bəli. çıxdın, 1-i niyə Bəli. çıxdın? Hamı başa düşdü, ifşa. Bəli. Yəni bu 1-i Müəllim bir yaddan şey, çıxarmayın ha. Yəni bu axırıncı çıxan 1-i heç vaxt yaddan çıxarmaq olmaz. müəllim bir şey soruşa bilərəm. Soruş. Bir də o biri hardan tapdıq? Bir də başa sala bilərsiniz. 1, yəni buradakı biz bir axı bütün natural ədədlərin böləni olduğu üçün bu ədədin də bölənidir, 108-in də bölənidir. Bir nə Bəli. sadə, nə mürəkkəb olduğu üçün biz bunu çıxmalıyıq. Çünki biz mürəkkəb natural bölənlərin sayını tapırıq. Buna görə biri mütləq çıxmalıyıq. Həmişə mürəkkəb soruşanda bir çıxacaq. Bəli, bəli. Mürəkkəb natural bölənlərini soruşanda biri çıxmalıyıq mütləq orada. Mən 12-dən 2 çıxırdınız ha. Onun mən səsini tam eşidə bilmədim. Ona görə Bu başa 2, bu 2. Onun müxtəlif sadə vuruqlarının sayıdır. Müxtəlif Yəni sadə 3 vuruqlar 2. hansıdır? 2 və 3-dür də. Düz deyilmi? Bəli. 2 və 3. Çünki bizdən mürəkkəb natural bölənlərini istəyir axı. 2 və 3-ü götürə bilmərəm. 2 və Sadəcə 3 2 özü sadə bölənləridir onun. Buna görə 2 dənəsi, Sadəcə 2 bir dənəsi də 1-in özünü. 9 dənə qalacaq. Sonra onun natural bölənlərinin cəmini. Sizə hələ ki bu günləri biz sizlə belə eləyəcəyik. Bunları bir-birinə
qarışdırmamağınız üçün hamısını keçməyəcəyik. Bir hissəsini keçəcəm. Onunla bağlı evdə məşq eləyəcəksiniz. Belə nümunələr yazacaqsınız. 5-6 dənə bu cür nümunə yazsaz, hər birinin natural bölənlərinin sayını, tək natural bölənlərinin, cüt natural bölənlərinin, Burada mürəkkəb dayandırıcı ne natural bölənlərinin onları? hər birini yazandan sonra artıq vərdiş edilməyə Belki de onu başlayacaqsınız. dayandıra bilərsən, screen eləyim müəllimə. Qoy bir dənə Müəllim. hamısını yazım sonra. Sonra bir dənəsi də yazaq beşincisini. Natural bölənlərinin cəmini. Natural bölənlərinin cəmi. İndi natural bölənlərinin cəmini necə tapacağıq? Fikir verin, bizim 108 nəyə bərabər idi? Təkrar yazaq. 2-nin kvadratı Üçün vurulsun kubu. 3-ün kubuna. Baxın, bu cür bir şey yazacağım. 2-nin kvadratı plus bunun qüvvətini 1 vaid azaldıram. 2 üstü 1 eləyəcək də, düzdür? Bəli. Bəli. 1 vaid də azaldıram. 0-a qədər azaldıram. 2 üstü 0. Elə bir Bağladım eləyib. mötərizəni. Eyni şeyi 3 üçün də eləyirəm. 3 üstü 3 plus 3-ün kvadratı plus 3 üstü 1 plus 3 üstü 0. Bunu həmişə eləyirəm. Bu bizə natural bölənlərin cəmini verəcək. Hesablayaq. Yəni burada olsaydı 3 üstü 5, əgər olsaydı yazacaqdım 3 üstü 5 plus 3 üstü 4 ta ki neçəyə qədər? 3 üstü 0-a qədər yazacaqdım. Hər birində belə eləyir. Məsələn, bir dənə də oldu 5 üstü. Məsələn, fərz elə bir dənə də burada oldu vurulsun 5 üstü 6. Eyni şəkildə 5 üçün də bunun yanında yazıb vururduq. Vururuq bir-birinə. 4 plus 2 6, bu da bir 7. Deməli, bu elədi 7. Bunu elə belə yazaq. 7 vurulsun. 3-ün kubu 27. 9 3 1. Bu da eləyəcək neçə? Deməli, bu da eləyəcək 40. 40 vurulsun 7 280, 280. bərabərdir 280. Bəli. Deməli, Bəli. bu ədədin natural bölənlərinin cəmi 280-ə bərabərdir. Yəni müəllim, elə bil ki 3 3 dəfə özünə vurub, üstə gəlir 3-ü 2 dəfə özünə vurub, 3-ü 1 dəfə özünə vurub hamısını Bəli, toplayırıq da onun müəllim. qüvvətindəki bu nə deməkdir? 3-ü 2 dəfə bir-birinə vurmaq deməkdir. Onsuz. Bu belə. İndi bunu skrin eləyə bilərsiniz özünüz üçün. Bu şəkildə skrin eləyin. İndi bununla bağlı evdə nümunə yazarsınız özünüz üçün. Mən screen nətər eləyirdi? Nəyi? Heç Onu artıq telefonda özün eləməlisən də. Mən bilmirəm axı sizdə. Kompüterdəsən yoxsa? Sənin telefonda bəlkə bir formada skrin olunur. Biz onu dəqiq deyə bilmirik. Yəni ekran görüntüsünü alma deyirlər. Ekran görüntüsünü alırsan, hazırki ekran görüntüsünü. Sonra yenidən baxıb yaza bilərsiniz. İndi bununla bağlı nə deyirəm? Evdə siz bunları yadda saxlamaq istəyirsinizsə, bir 5-6 dənə ən azı nümunə yazmalısınız. Yəni bu qaydada nümunələr özünüz üçün yazın. Bunun ardı da var. Tək natural bölənlərinin cəmi var, cüt natural bölənlərinin cəmi var. Bölənlərin Sonra sayı. natural bölənlərin hasili var. Tək natural bölənlərin hasili var, cüt natural bölənlərin hasili var. Hal-hazırda sizin üçün bu qədəri yetərlidir. Bunu bilməyiniz, yəni fən müsabiqələri səviyyəsində yetərlidir hələ ki. Amma inşallah növbəti dərslərimizdə digərlərini də keçərik ki, əlinizdə olsun. Ya, xüsusən də 7-ci siniflərdə mütləq olsun. Bu belə. Sonra keçə bilərik artıq suallarımıza. Deyir ki, bu ədədin A bərabərdir 2 üstü 5 vurulsun 3 üstü 4 vurulsun 5 üstü 3 ədədinin natural bölənlərinin ədədi ortasını tapın. Natural bölənlərin ədədi ortasını tapmaq üçün nə etməliyəm? Normalda biz Vuruqlarını ayırmalıyıq. necə eləməliyik? Sadə vuruqlarını ayırmalıyıq. Sadə vuruqlara ayrılıbdı onsuz burada. 2 üstü müəllim bir şey 5 deyə vurulsun 3 bilərəm. üstü 4 vurulsun 5 üstü 3. Biz bunu nə edirik? Müəllim, Qüvvətlərin üzərinə bir. müəllim bir dənə o birisini göstərə bilərsiniz o yazdıqlarımız qaydanı. O mən screen eləyə bilmədim. Biraz tez-tez elə, tez-tez elə vaxtımız gedir. Biraz tez ol. Yəni qüvvətlərin üzərinə gəlirdi ədəd. Ya biz onun natural bölənlərinin deməli
Ədədi ortasını tapmaq üçün, natural bölənlərin ədədi ortasını tapmaq üçün, natural bölənlərinin cəmini tapmalı. 5-dir. Məsələn, əlimizdə 2 dənə ədəd var. A və B. A və B-nin ədədi ortasını necə tapırıq? A-nın üstünə B gəlib 2-yə bölürük də, düzdür? Ədədləri Toplayıb toplayırıq, sayına onların bölürük. sayına Toplayıb bölürük. sayına bölürük. İndi natural bölənlərin də ədədi ortasını tapmaq üçün nə etməliyəm? Natural bölənlərinin cəmini Dəmin tap. natural bölənlərinin sayına bölməliyəm. Düz deyil? Bunu tapmalıyam da. Natural bölənlərin cəmini onların sayına bölməliyəm. Natural bölənlərin cəmi necə idi? 2 üstü 5 plus 2 üstü 4 plus nöqtə 2 üstü 0-a qədər yazırsınız. 3 üstü 4 plus 3 üstü 3 üstü belə bunu da nöqtə ilə yazaq. Plus 3 üstü 0 5 üstü 3 düz deyilmi? Plus nöqtə 5 üstü 0-a qədər. Bu natural bölənlərinin cəmidir. Natural bölənlərin sayını da bilirsiniz. 5 üstə gəl 1, yəni bunun qüvvətlərinin üzərinə 1 gəlirdi. 4 üstə gəl 1 və 3 üstə gəl 1 olacaqdır. Bunu da hesablamaq artıq qalıb sizə. Evdə Asan hesablayıb. olaraq natural bölənlərin cəmini Müəllim qüvvətin bunu üzərində yazar, birgə evə bölənlərin bir ev tapşırığı hesablanır. olaraq bunu Yo, yazar. yo, bu hesaplayarsınız bunu evdə sadəcə. Ev tap Deməli, bir daha başdan deyirəm. Natural bölənlərinin ədədi ortasını tapmaq üçün natural bölənlərinin cəmini natural bölənlərinin sayına bölməliyik. Natural bölənlərin cəmini tapılmaqda keçdi, sayını da keçdi. Bu qaydada yazırıq. Yox, onu dedim ki, asan olması üçün natural bölənlərin cəmində qüvvətin üzərinə birgə böləndən bir çıxmırdı. Nəyin? Qaydalar. Natural bölənlərin cəmində qüvvətin üzərinə birgə böləndən bir çıxmırdı. Bu artıq sonra keçdi. 10 şey eləyə bilər. Bunun qüvvəti üçün eləyə bilərik. 2-nin qüvvəti üçün eləyə bilərik. Gərək onu keçsək, Müəllim onun səsiniz izahını da gəlmir. sonra gərək verək. Hələ ki bu qaydada yadda saxlayın. Bu qaydada. Bir qayda olaraq yadda saxlayın. Belə. İnşallah, yəni getdikcə yəni bu daha da qısala bilər bunun həlli. Belə. Müəllim mən cavabı tapdım. Tamam. Özün üçün həll eləyə bilərik. Burada hal-hazırda bizim üçün cavab şərt deyil. Bunun növbəti hissəsini artıq evdə həll eləyərsiniz. Deməli, bu ədəd deyir ki, A 5-dən böyükdür. Sadə ədəd olarsa 72 vurulsun A üstü 4 ədədinin neçə mürəkkəb natural böləni var? Neçə mürəkkəb natural böləni var? İndi 72 vurulsun A üstü 4. A 5-dən böyük bir sadə ədəddir. 5-dən böyük sadə ədəd olmasının əsas bizim üçün vacib olmağı nədir? Çünki 72-nin içərisində olan heç bir sadə ədədə maneçilik törətmir. 72 nədir? 2 üstü 3 vurulsun 3 üstü 2-dir. Düzdür? 8 vur 9 deməkdir də bu. Vurulsun A üstü 4. A 5-dən böyük olduğu üçün 5-dən böyük 7 ola bilər, 11 ola bilər, 13 ola bilər, 17 ola bilər. Yəni bu sadə ədədlərdən biri olduğu üçün 2 ilə 3-ə bir təsir göstərə bilmir. Yəni bunların heç vaxt qüvvətləri toplanmayacaq. Dolayısıyla biz bunu mürəkkəb natural bölənlərin sayını necə taparıq? Bütün natural bölənlərin sayını taparıq, hamısını. 3 üstə gəl 1, yəni buradakı 3-ün üstünə 1 gələrik. Vurarıq buradakı 2-nin üstünə 1 gələrik. Bu da artıq hansı sadə ədəd olduğunun bir önəmi yoxdur bizim üçün. Bizə onun natural bölənlərinin sayı lazımdır. 4-ün də üstünə 1 gələrik. Bunların hasili eləyəcək 4 vur, 3 vur, 5. Eləyir 60. 60-dan nəyi çıxacam? Onun müxtəlif sadə bölənlərinin sayı. Müxtəlif sadə bölənlər hansıdır? 2-dir, 3-dür, A-nın özüdür. A da 5-dən böyük bir sadə ədəddir. Onun sadə böləni sayılır. 3 dənə bunları çıxacam. Bir dənə də bayaq nə idi çıxacaq? 1-i çıxacaq. Biri. Çünki bəli, birdə bunun böləni Sadə daxil. ədəd daxil müəllim. Çünki o natural ədədlərdə bir də o bayaq başa saldığımız qaydandır. Ay sağ ol. 56 dənə olacaq. 56 dənə mürəkkəb natural böləni olacaqdır. Yəni bir dənə müəllim, bir dənə də baxım. Bax. Screen elədim.
Sonra keçək növbəti sualımıza. 4 natural ədədin cəmi 141-dir. Bu ədədlərdən ən böyüyü ən az neçə ola bilər? Ən az neçədir? Ellə bilirik bunu. Nə ilə? Nəsə el və yaxud da x dəcəl x 2, x qoyuruq. dəcəl 3. Yox, bunu belə bir üsulla eləyə bilərik. İndi bu cür suallar fən müsabiqələrinə, xüsusən də birinci mərhələyə çox düşür. Əlinizdə 4 dənə natural ədəd var. Bu ədədlərdən sualı biraz dəyişdirək. Belə düşünək. Bu ədədlərdən ən böyüyü maksimal neçədir deyə sorsaydı necə yazacaqdıq? 1 üstə gəl 1 üstə gəl 1 üstə gəl 138 deyə 8. yazardıq. Düzdür? Bu Bəli. Mən ədədlərdən səsiniz gəlmədi. bu ədədlərdən desəydi ki, ən böyüyü maksimal neçədir? Bu şəkildə yazacaqdıq. Bizdən sualda deyilir ki, ən böyüyü ən az neçədir? Yəni ən böyük ədəd 4 dənə ədəd yazıram burada. Baxın, bu ədədlərin cəmini tapacağam. A plus B, C və D ədədləri. Bunların istəyirəm ki, aralarında bir ən böyüyü olsun, amma o minimal olsun. Yəni o ədəddən bir vahid kiçik bir ədəd götürsək, bu şərtə uyğun olmasın. Mən cavabı tapdım. 141. Bunun üçün ən yaxşı yöntemlərdən biri biz bu ədədi 4 hissəyə bölək. Təsadüfi 4 hissəyə bölək. 141 4-ə bölünmür, amma 140 4-ə bölünür də, düzdür? Neçəyə bölünür? 35 dəfə. 35 dəfə bölünür, düzdür? 35 bəli. Bura 35 yazaq, burada 35 yazaq, burada 35 yazaq. Axı burada bir qalıq qalır. Onun əvəzinə 36 yazaq, 36. düzdür? Ay sağ ol, 36. Bu ədədlərin cəmi bizə 141-i verəcək də. İndi deyir bu ədədlərin içərisində ən böyüyü var da. Ən böyüyü 36. 36-dır burada. Düzdür? Demək Görürsən indi belə bir şey. təsəvvür eləyəcəkdik. İndi bu cür bir şey fərzləməyizi istəyirəm. Əgər bunu bir Ən azı vahid bir vahid azaltsaydı, böyük da müəllim. bunu bir dəqiqə səbirli ol. Bunu bir vahid azaltsaq, fərz elə 35 olsun. Ən böyüyü 35 olsa, yerdə qalan digərləri bundan kiçik olmalıdır, düzdür? Ya 33, 34, 32. 32 olsa cəm 141 verməlidir. Axı 141-ə bərabər olmur. Yox müəllim, bilirsiniz nətər? Məsələn, ən böyüyünü saymayaq, qalan üçünü götürək də. 34, 33, 32, 33, 32 müəllimə. Orada 35-ə qədər hansı Bildim. qalıqlar qalır? Sən Onları bunu 32 toplayaq. götürsən, bunu 33 götürsən, buradan 1 artıq qalır. Burada 32 götürsən, burada da 31 götürsən, burada 2, burada qalacaq 3 dənə artıq. Gərək bunun üstünə gələsən onu. Məqsədim Hədə bu müəllim, ədədi mən də elə böyütmək deyirəm. deyil. Məqsədimiz bu ədədi kiçiltməkdir. Yəni sənin burada bu 4 ədəddən ən böyüyü ən az neçədir deyə soruşur. Fikir ver. Bu ədədlərdən ən böyüyü ən azı neçədir? Minimal. Müəllim, burada yəni mənim dediyim kimi ən az 2 vahid böyükdür. 37, 35, 38, 39 olsa, mən orada 37 götürsəm səhv çıxacaq, yoxsa 37 səhv səhv çıxacaq. çıxacaq. 37 səhv çıxacaq. Ona Niyə görə səhv 35 götürməliyəm. Sən sualı başa düşməmisən hələ. Diqqətlə suala bir dənə bax. Deyir bu ədədlərdən ən böyüyü ən az neçədir? Ən böyüyü. Ən azı. Bu ədədlərdən maksimal böyüyü hal-hazırda 36-dır. Düzdür? 36 bunlardan böyüdür. Sən fikir indi tapmalısan 36-dan daha kiçik olub bu şərti ödəyən bir ədəd varmı? 36-nın əvəzinə 35 yaz. Yerdə qalanlar hamısı 35-dən kiçik olmalıdır da. Ən çoxu da 34 ola bilər. Bunların cəmi birincisi heç bizə 141-i vermir. 141-dən fərqlidir bu. Ona görə bizim burada Daha az bu olur. ədədlərdən ən böyüyü, ən az, maksimum 36 ola bilər. Cavabımız olacaq 36. Sual aydındır? Müəllim, səsiniz gəlmir. Aydındır sual. İfşa. Bəli. Keçək Bəli. növbəti sualımıza. Deyir ki, İndi mən orada qabağımıza buna oxşar bir sual çıxsa, yəni eynisi çıxsa,
Mən indi burada 35 götürüm, yoxsa 36? O verilən suala baxır artıq. Mən sənə deyə bilmərəm axı filan sualda orada bir dənə ya bunu götür yoxsa Yəni bunu mənim götür. çıxma ehtimalı var da. Ola bilər məsələn, ən azı bir sual çıxsın köhnələrdən, o da bu olsun. Burada 36-nı götürməlisən də. 36 düzgün Hə, cavab bəli. 36 olacaq. Bu ədədlərdən ən böyüyü, ən azı 36-dır. Sonra keçək. Deyir ki, n-in neçə natural qiymətində kəsrinin qiyməti natural ədəddir. Bu tip suallar bizim qarşımıza çox çıxır. Ona görə bu tipi mütləq bilməliyik. 3n minus 9 bölünsün n plus 1. Deyir ki, bunun neçə natural qiymətində, n-in neçə natural qiymətində kəsrin qiymət natural ədəd olar. Qətiyyən burada natural ədədləri bir-bir qoyub yoxlamayın ha. Yəni bu doğru bir yol deyil. Yəni n-in yerinə 1 qoyarsınız, 2 qoyarsınız, 3 qoyarsınız, bir-bir belə yoxlayarsınız. Yəni hara qədər yoxlayacaqsan bunu? Natural ədədlər sonsuzdur. Hamısını bir-bir yoxlaya bilmərik ki. Ona görə də belə bir üsuldan istifadə edirik. Bərabərləşdirə bilərik. Necə eləyə bilərik? Bərabər qoyub məsələn 3n-dən n çıxıb onu toplaya bilərik, elə eləyə bilərik. İndi bu necə eləyəcək? İndi amma məxrəc dəyişməsə, sürət məsələn sadəcə bir natural ədəd qalsa, məsələn 20 qalsa, artıq sən deyə bilərsən ki, 20-nin natural bölənlərinə bunu bərabər eləyə bilərsən, düzdür? Deyərsən ki, bu ifadə neçə ola bilər? 1 ola bilər, 4 ola bilər, 5 ola bilər, 20 ola bilər. Başqa bir şey ola bilməz ki. Bunlardan birini deyə bilərsən. Bunu bu Amma hala burada gətirmək üçün sonsuz olduğu üçün olmur da. sürətdə biz dəyişiklik eləməliyik. Sürəti necə yazacağıq? İstəyirik ki, bu məxrəcdəki ifadəni sürətdə alaq. Bunun üçün belə bir şey yaza bilərəm. 3n plus 3. Niyə? Çünki 3-ü mötərizə xaricinə çıxarsam, buradakı n plus 1-i alacağam. Amma burada mənfi 9-dur axı. Nə etməliyəm onda? Çıxmalıyam 12-ni. 12-ni çıxmalıyam. Çünki niyə? Sürətimi dəyişə bilmərəm axı. Kəsrin qiymətini dəyişə bilmərəm. Bölünsün n plus 1-ə. Bərabərdir. 3 çıxır mötərizə xaricinə. N plus 1 minus 12 bölünsün n plus 1-ə. İndi bunun hər bir hissəsini məxrəcə bölə bilərəm. Yəni bu ifadəni belə yaza bilərəm də, düzdür? Bölünsün n plus 1 minus 12 bölünsün n plus 1. Düz deyil? Bu ifadəni biz belə yaza bilərik də. Bəli. Bir problem olmaz ki. Məxrəclər eynidir onsuz da. O zaman n plus 1-lər ixtisar gedib bu ifadəni bu şəkildə sadələşdirə bilərik. 12 Məxrəcdə bölünsün 3 qalır. n plus 1. Artıq biz tam əminliklə deyə bilirik ki, bu ifadənin qiyməti, yəni məxrəc, neynəməlidir? Bu natural ədəd olmalıdır axı bu kəsrin qiyməti. Bunun bölənləri ola bilər. 12-nin bölənləri hansıdır? 1, 2, 2, 3, 3, 4, 4, 6. Bir də 12. 6, bir də 12-nin özü. Vəsiyo. N-in deyir neçə natural qiymətində? Bir-bir yazırıq. N plus 1 bərabərdir 1-ə. Yəni bu. N bərabərdir 0 alınacaq. Düzdür? Bəli. 0 natural deyil. Ona görə bu getdi. 1 getdi. Keçdi 2-yə. N plus 1 bərabərdir 2 olsa. Buradan N Olur. bərabərdir 1 alınacaq. Natural ədəddə bəli, olur. Aysel. Amma indi fikir ver. Deyir ki, bu kəsrin qiyməti natural olsun. Amma indi gətir yerinə qoy 1-i. 1-i qoysan 2 məxrəc alınacaq. Düzdür? 6, 3-dən 12-ni 6 2 bölündə 6, mənfi 3 alınacaq. mənfi olur. Bəli. Deməli 2 də işə yaramadı. Keçdi 3-ə. N plus 1 bərabərdir 3-ə. N İşte də bərabərdir olmur. 2-yə. İşte də olmur. 2 olanda burada 4 alınacaq. 3-dən 4 çıxanda mənfi 1. Mənfi 3 1. də alınmır. N plus 1 bərabərdir 4 olsa, N bərabər olacaq 3-ə. 3 0 O da alınacaq bu dəfədə. 0 da natural deyil. 4 də alınmadı. Keçək 6-ya. N plus 1 bərabərdir 6. 6 N bərabərdir 5. alınır. 2. Bunun cavabı 1 alınacaq bu dəfə. Bəli, alındı. Bu alındı. 6 alındı. Olur Keçdim də müəllimə. 12-yə. Düzdür? Bəli. Bunun birbaşa ilə burada yerinə yazsaq n plus 1-i yazsaq 12-nin yerinə 12-ni 12-yə böləndə 1, 3-dən 1 çıxanda 2. Bu da alınacaq. Deməli neçə nəllimiz oldu?
2 dənə, N'in hə? 2 dənə natural qiymətində bu ifadəmiz bizim bərabər olacaq natural ədədə. Mən bunu qeyd edeyim. Bu belə. Qeyd edin, skrinini ala bilərsiniz özünüz üçün. Yox, bir daha misal çözüm. Qalsın. Güzel, yazdım. Sonra keçək növbəti sualımıza. Bu əslində bildiyimiz bölmə sualıdır. Deyir ki, əslində bunu keçmişsiniz orta məktəbdə, çətin heç nə yoxdur. Deyir, bu ədədi 5-ə bölsən, n ədədini 5-ə böldükdə qalıqda 2 alınır. Yəni n 5k plus 2 şəklində olan bir ədəddir. N-i 5-ə bölsən 2 qalıq alacaqsan. N üstü 10 plus n üstü 5 plus 1 ədədini 5-ə bölündükdə alınan qalıq neçədir? Siz məktəb proqramında keçmişsiniz ki, A ədədinin B ədədinə bölünməsindən alınan qalıq. Müəllim 12 ola bilər. Bir dənə 12-ni yoxlayaq. Bir dəqiqə. Yox, yoxlamaqla alınan bir sual deyil bu. A ədədinin B ədədinə bölünməsindən alınan qalıq C-dirsə, A üstü n ədədinin B üstü n ədədinə və yaxud da B-yə daha doğrusu bölünməsindən alınan qalıq elə bərabər olacaq C üstü n-ə. Yəni bu ədədin 5-ə bölünməsindən alınan qalıq 2-dirsə, bunun qüvvəti olsa 10, onun da 5-ə bölünməsindən alınan qalıq olacaq 2 üstü 10. Plus 2 üstü 5 qalıq burada alınacaq, plus da 1 alınacaq. Düzdürmü? Bunları toplayaq. 2 üstü 10 neçədir? 1024 eləyir, düzdür? 1024 plus 32 plus 1 eləyəcək 1033 deməli 1057. Düzdürmü? 1057 mi eləyər? Müəllim 1057. qalıq necə olacaq? Neçə? 3. Necə 3 olacaq? İndi bu ədədin 5-ə bölünməsindən alınan qalıq neçədir? Müəllim bir 1057-nin şey deyə bilərəm. 1057-nin 5-ə bölünməsindən alınan qalıq 2 olduğu üçün bu 2. ifadənin 5-ə bölünməsindən alınan qalıq 2 olacaq. Elə bu ifadənin 5-ə bölünməsindən alınan qalıq neçədir? 2-dir. Müəllim başa Dolayısıyla düşmədim. Siz 2 üstü 10-dan 2 üstü 5 hardan tapmısınız? bax, belə bir qaydamız var ki, A ədədinin B ədədinə bölünməsindən alınan qalıq C olsun. Fərz elə. Aha. Yaxşı. A üstü n ədədi məsələn. Burada naturaldır da n. A üstü n ədədinin B-yə bölünməsindən alınan qalıq C üstü n olur. Mhm. Yəni nə demək istəyirəm? Bax, bir dənə sənə nümunə deyim. Belə bir şey fərzləmə. 7-nin 3-ə bölünməsindən alınan qalıq neçədir? 2. 1. Yox, 2. 7-nin 3-ə bölünməsindən alınan qalıq 1. 1-dir. Düzdür? Hayır, 1. Bəli. 7 üstü 200 yaz. Bunun da 3-ə bölünməsindən alınan qalıq 1 1 üstü olacaq. 200'dür elə. Başa düşdün? 1 Aha. üstü 200'dür. Qalıq Başa burada düşdüm. 1 değildi. Bu A'dır. Bu Mhm. B'dir. Bu da C'dir. Burada yazdığımız kimi. Bu N'dir. Bu yenə də Ay müəllim. A'dır. Bu B'dir. Bu isə C üstü N'dir. Ay Gördüyün müəllim. kimi. İndi 7 üstü 200-ü 3-ə böləndə yəni qalıq 1-dir. Bəli, 1'dir. 1 üstü 200 1 olduğu üçün elə 1'ə bərabərdir. Yine şey belə tapdınız. Məsələn, orada 5-ə bölünəndə deyir 2-dir. Ona görə 2 üstü 10, 2 üstü 5, üstə gəlib 1-i tapmalıyıq. Elə Bəli, ki, ona çünki görə. deyir ki, bu ədədin 5-ə bölünməsindən alınan qalıq 2-dir deyir. 2 olduğu üçün də mən burada n yerinə 2 yazdım hamısını. Onda müəllim, bunu onda neçəyə bölünsə alınan qalıq neçə olacaq? 2. Bu nəticəni tapırsınız. Bu ədədin yenə də 5-ə bölünməsindən alınan qalığa baxırıq. Bunun da İki. 5-ə bölünməsindən alınan qalıq 2 olduğu üçün bu ifadənin 5-ə bölünməsindən alınan qalıq 2-yə bərabərdir. Onda İstədim ki, deməli bu müəllim, beş anlayışı ədədi- biləsiniz. Bu anlayış vacibdir bizim üçün. Bu anlayışı bilməlisiniz. Yəni orta məktəbdə bu keçirilir, proqramda keçilir.
Amma çox vaxt şagirdlər bunu öyrənmirlər. Bunu Müəllim, onda belə bilməlidir çıxır hər ki, kəs. müəllim, onda belə çıxır ki, məsələn o 12 ədədi 5-ə böldükdə qalır 2 qalır. Amma onu neçəyə vursa, həmin ədəd 5-ə bölünməyəcək. Sən məncə doğru bir şey demədin. Çünki Ümumiyyətlə. 60 bölünür. Yox. Tamam. Keçək növbəti sualımıza. A böyük A, kiçik A və kiçik B müsbət tam ədədlərdir. Müsbət tam ədədlər deyəndə nəyi nəzərdə tuturuq? 1-dən yuxarı. Sıfırdan Müsbət tam ədədlərdir. 6 vurulsun 40 faktorial bərabərdir A vurulsun 2 üstü A vurulsun 3 üstü B olarsa A plus B cəminin ən böyük qiyməti neçədir? A plus B Faktorial necə eləyir? faktorial nədir uşaqlar? Məsələn 5 faktorial deyəndə nəyi başa düşürük? 5 Bir faktorial Amma 5'e kadar olan ədədlərin birdən hasili. 5'ə Bir-birinə qədər olan vururuq. ədədlərin hasilini Hasili. başa düşürük. Ay sağ ol. Hasili. Məsələn, 7 faktorial deyəndə 1-dən 7-yə 1-dən qədər olan 7-yə kimi ədədlərin. ədədlərin hasili. Eyni şəkildə 40 faktorial da 1-dən 40-a qədər olan ədədlərin hasilidir. İndi Müəllim, biz onsuz da 9 dəqiqə qalıb dərsin bitməsinə. Valideynlərim gedir. Ona get, görə sağollaşa bilərəm. yaxşı get. Yaxşı Sağ oldu. olun. Sağ ol. Deməli, 6 vurulsun 40 faktorial deyə bir ifadə verib bizə. Bərabərdir A vurulsun 2 üstü A vurulsun 3 üstü B. Bizdən bu A ilə B-nin cəmini soruşur. İndi belə bir məntiqlə düşünək də. Biz burada, yəni bərabərliyin sol tərəfi ki var, burada. Biz tapmalıyıq ki, buradan 2 vuruğundan, bir də 3 vuruğundan neçə dənə var? Məqsədimiz bu deyil. A və B-ni tapmaq üçün budur da fikrimiz. Hə, Hər vuruqda neçə dənə var burada? Birincisi qabaqda yazıb 6. 6 asandır da. 6 2 vur 3-dür. 2 vur 3-dür. Amma mən hardan bilə bilərəm ki, 40 faktorialın içərisində neçə dənə 2 var və neçə dənə 3 var? Bunu necə tapa bilərəm? Bunun metodunu deyirəm sizə. Bunu qeyd eləyək. Məsələn, 40-ın içində 40 faktorialın içərisində neçə dənə 2 olduğunu tapmaq üçün düzdür, bunun formulası falan var, düsturu var, çıxarılışı var. Biz onu keçmirik. O sizə fənn olimpiadalarında falan da lazım olacaq. Hardan gəldiyini bilmək, necə tapıldığını bilmək. O sonraki məsələdir. Amma indi bir sadə bir şey olaraq, qayda olaraq yadınızda saxlayın. 40 faktorialın içərisində olan 2 vuruqların sayını tapmaq üçün 40-ı 2-yə bölürəm. 20 elədi. 20 elə 2-yə bölünür də, düzdür? Bəli. Yenə 2-yə bölürəm. Elədi 10. 10, Hələ yenə 2-yə 2-yə bölünür də 5. 5, yenə 2-yə bölük, Sonra qalıq 1. yenə bunu 2-yə bölürük. Qalıq 1. Qaldı 3 dəfə, daha doğrusu 2 dəfə. Bir qalıq qalır. Qalıq bizə maraqlı deyil. 2 yenə də 2-yə bölünür. Bir dəfə. Deməli, aldığımız natamam şeydir, belə deyək, natamam qismətlər hansıdır? 40, 20, 10, 5, 2 və 1. Bunları toplayırıq hamısını. 40 bəli. plus 20, 60, 70, 80, 75, 77, 78. 78. Hə, 78. Deməli, burada bunun içərisində 40 faktorialın içərisində 78 dənə 2-miz var bizim. 2 üstü 78 olacaq. Aydındır? Bəli. Bəli. Onda 3 dənə var deyəndə 3-ə Üzr bölürük. istəyirəm. Mən bir şeyi yanlış yazdım. Birinci bu şeyi saymırıq ha. 40-ı yazmırıq. 40-ı da mən saydım. 40-ı yazmırıq ha. Alınmış natamam qismətlərdir axı 20-dən başlayırıq. Deyirəm axı çox Abi oldu. onda olur 38. 37, 38 müəllim. 38 dənə, bəli, doğrudur. 38 dənə olacaq. 40-ı saymırıq. Yəni buradan 20-dən başlayırıq saymağa. 2 üstü 38. Bir dənə də 2 burada varımızdır, düzdür? Bir dənə də Bəli. 2 burada varımızdır. Olacaq 2 üstü 39. 2 üstü 39. İndi keçirik 3-ləri saymağa. Eyni qaydada 3-ləri saya bilərik də. 43-ə bölürük. Ay sol, 40-ı 3-ə bölürsünüz. Eyni qaydada. 3-ə böləndə Böləndə nə qədər eləyəcək? 13. 13, 13. 3-ə böləndə 4 dəfə, 4, 3-ə bölü böləndə 3, 1 dəfə.
1, bu da 4, 5, 5 bu da 13, 18. 18. Bir tanesi de 18, burada üçüncüsü var, 18. 19 dənə. Biri də 19. burada var, 19 dənə. Biri Bərabərdir harda A olsun? vurulsun. İndi bir dənə də burada vururuq A'ya. Niyə? Çünki bunun içərisində 40 faktorialın içərisində başqa şeylər də var axı. 5-in qüvvəti var, 7-nin qüvvəti var, 11-in qüvvəti var, 13-ün qüvvəti var. Ta hamısına sonuncu sadə ədəd nədir? 37-yə qədər. 37-nin qüvvəti var. Hamısı. Ona görə bunu ifadə edirik A ilə. Burada görürsüz bir dənəsini A ilə verib burada. A-nı vermə səbəbi nədir? Bu yerdə qalan ifadələri göstərmək üçün. Vurulsun 2 üstü A, vurulsun 3 üstü B. Qüvvətlər də bilirsiniz də A 39 olacaq, B 19. 39 plus 19. Bunu da cəmi verəcək bizə 58. 58-i. Bu belə. Sonra indi ikicə dənə sualımız qaldı. Bu suallarda sizə tapşırıq kimi Evə ver verir müəllim. evə. Bəli, 2 dənə sualımız, maraqlı 2 dənə sualımız var. İkisini də qeyd edin özünüz üçün. Ekran Bunları şəhəri da götürdüm müəllim. evdə Screenshot yazarsınız. eləyəm. Necə? Mən screenshot eləyəm bir dəqiqə. İstəyirsiniz yaxınlaşdırın, bir-bir eləyin və yaxud da buradan hər ikisi düşməlidir məncə. Bəli Hə, müəllim. mənim düşür, düşür. Düşür hər ikisi. Vəsə. Nə elədim? Mən elədim screenshot. Vəsə. Bu iki sualımız da oldu. Sabahki dərsimiz üçün sizə tapşırıq kimi. Sabah yenə də bugünkü vaxtda hamı dərsdə olsun. İnşallah sabah yenidən görüşürük bu vaxtda. Hamı vaxtından biraz tez qoşulsun ki, dərsə biz vaxtında başlaya bilək. 5 dəqiqə tez qoşulsanız biz də vaxtında başlayaq. Sadəcə mən hər dəfə 6-7 dəqiqə gözləyirəm ki, qoy hamı qoşulsun, sonra başlayaq dərsə. Müəllim, 3 dəqiqə tez qoşuldu. mən 1-3-5-ci günlər biraz gec qoşula bilərəm. Aha, Çünki idmandan gəlirəm də müəllim. aha. Tamam, problem yoxdur. Dərslərimiz onsuz rekord olunur hamısı. Ondan sonra yenidən onu izləyə biləcəksiniz inşallah. Başqa sual olan var? Xeyr. Xeyr müəllim. Hələlik özünüzə yaxşı baxın. Sabahki dərsdə görüşmək. Sağ olun müəllim. Sağ olun. Hələlik. Sağ ol müəllim. Sağ ol. Sağ olun. Hardan çıxırdılar ha?